Dövlət Məşğulluq Agentliyi bayaq qeyd etdiyim kimi təkcə bir tərəfli deyil, eyni zamanda sosial tərəfdaşlarla, işə götürənlərlə aktiv əməkdaşlıqdadır və biz bunun arealını, əhatə dairəsini bu ildə genişləndirməyə, məzmun və məna baxımından da dərinləşdirməyə davam edəcəyik. Və sahibkarlarımıza, işə götürənlərimizə dəstək mexanizmləri ilə bağlı da bir neçə proqramlarımız haqqında məlumat vermək istədim. Onlardan biri birgə maliyyələşmədir, əmək haqqının birgə maliyyələşməsi proqramıdır, digəri məqsədli proqramlardır. Yəni biz iş yeri yaratma, yeni iş yerinin açılması, olan iş yerlərinin saxlanması istiqamətində təşviq alətləri olaraq bunları tətbiq edirik və 2025-ci il ərzində 448 işə götürənlə əmək haqqının birgə maliyyələşdirilməsi istiqamətində müqavilələr bağlanılmış və 1763 vətəndaşımız bu istiqamətdə işlə təmin olunmuşdur. 2025-ci il ərzində ümumilikdə Dövlət Məşğulluq Agentliyi 218 əmək yarmarkası təşkil edir. Və bu əmək yarmarkalarında işə götürənlərin potensial işçilərinə, potensial əmək bazarının təklifi formalaşdıran tərəflərinə çıxışı, onları yerindəcə dəyərləndirməsi üçün geniş fürsət yaradılmışdır. Ümumilikdə bu əmək yarmarkalarında 2200-dən çox işə götürən 18 mindən çox vakansiya ilə təmsil olunmuş, iştirak etmişdir.